dizel maşından 1000 dəfə yaxşı. 1000 dəfə. Dizelin bilirsiniz də bir problemi çıxanda, indi sürürsünüz onu, yəni bu qənaətdir, zaddır, sakitdir filan. Sonra onun problemi çıxanda motorxanada zadda, motorla bağlı. Onda öjən normalni xərcli çıxacaq, normalni rasxod olacaq. Amma bunun nə rasxod olacaq? 1-2 sadə motor, benzin, səssiz motor, o dizellə müqayisədə əlbəttə ki, eyni zamanda 2016-cı il model, yaş asfalt, problemsiz, maşına zəmanət də verirlər. Özü də elə belə zəmanət vermirlər ha. Qapısına zadına yox, o farasına zadına yox. Əməlli başlı əsas komponentlərə, yəni rulivoyuna, korobkasına və motoruna. Mənə ikinci maşın göstərin ki, buna tənbətən kəlliyə gəlsin. Ki, yəni bu qiymətə 4400 manat deyir gəlmişkən ilkin ödənişi. Sırf 4400 manat ilkin ödənişi olan bir maşın göstərin ki, bu cür saflıqda, bu cür qənaətdə, praktiklikdə və genişlikdə. Çəkin də, o maşının adını çəkin, yazın videonun altına. Dizellə niyə müqayisə elədim bu maşını? Əlbəttə ki, ona görə müqayisə elədim ki, bu günləri artıq 2010-cu il deyil, bu günləri 2025-ci ildir. Bax, belə sərfəli maşınlar var, hansı ki 5-6 litr benzin yiyir. Səsi də gəlmir, dizeldən fərqli olaraq. Plug-in hibridlər var, bunun yeri gəlmişkən hibridi də var. Bu onun sadəsidir. Bu maşını əldə etmək istəsəz 055 411 97 97 nömrəsinə zəng edirsiniz. Və yaxud da digər bir nömrə var. 055 413 97 97. Bu maşının ilkin ödənişi 4400 manatdır. Harda? Avto Express Bakuda.